Birinizi salamlayıram, xoş gördük. Əziz və dəyərli kanal izləyiciləri, əziz abituriyentlər. Bu videom test toplusu, yeni test toplusu 2023 ikinci hissədən integral mövzusundan müəyyən integral, Newton-Leibniz düsturu testlərinin izahları olacaq. Blok imtahanına hazırlaşan hər bir şagirdə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar. Kanala abunə olmağı unutmayaq əziz şagirdlər. Vaxt itirmədən keçək testlərin izahlarına. Birinci sualımız belədir. Deyir ki, integral 0-dan pi bölü 2-yə kosinus dx bərabərdir. Biz bilirik ki, kosinus x-in integralı sinus x-dir və 0-dan pi bölü 2 sərhəddinə qədər. Gətirib yerinə qoyuruq. Sinus 90-da alır 1, çıxılsın sinus 0-da da 0. Cavabımız oldu A variantı. Növbəti ikinci sual, oxşar sualdır. Şagirdlər eyni sualdır. 3-ə baxıram. İntegral 0-dan 3-ə 5 dx bərabərdir. Bilirik ki, 5-in integralı nədir? 5 qız. 0-dan 3-ə yerinə yazırıq. 5 vur 3, 15. Çıx, 5 vur 0, 0. Elədi 15. Üçüncü testin cavabı E variantı. Dördüncü sual. İntegralını hesablayın. İntegralını hesaplayan zaman bir də misala köçürmürəm şagirdlər. 3x kvadratının integralı x kubudur. Çünki qaydaya görə üzərinə 1 gəlib, üzərinə 1 gəlirdik. 3. 3'lər ixtisar gedir. Ona görə olur x kubu. Çıx 6x kvadratı bölü 2 qaydaya görə plus 2x. Biz bunu integralladıq. -1-dən 3-ə qədər sərhəddimiz hesablayırıq. 3 yazdım yerinə 27. 3'ün kvadratı 9. Vur 6, 54. Yarısı 27. Plus 2 vur 3, 6. Çıxılsın. İndi -1 yazırıq. -1'in kubu -1. Çıx. -1'in kvadratı müsbət 1. 6 bölü 2 eləyəcək 3. 2'ni də -1'ə vuranda elədi -2. Bunu işləmək lazımdır. Bunlar getdi, qaldı 6. Çıxılsın. -4, içəridə -6. Mütərizə açılan zaman müsbət 12. Dördüncü testin cavabı idi. 5-ci suala baxırıq. Sual 5. İntegralını hesablayın. Deməli, integralımız 0-dan pi bölü 8-ədir. 1 bölünsün kosinus kvadratı 2x dx. Bilirik ki, 1 bölünsün kosinus kvadratının integralı 1 bölü kosinus kvadratı x, 1 bölü kosinus kvadratı x integral dx nəyə bərabərdir? Tangens x plus s'yə. 1 bölü kosinus kvadratı x'in integralı tangens x'tir. Onda belə çıxır ki, bunun integralı tangens 2x. Və bir də şagirdlər, bu 2 qarşıya bölünür. 1 bölü 2 formasında. Axı demişdik ki, integral f kx plus b dx bunun integralını tapan zaman k qarşıya bölünür. Yəni 1 bölü k alınırdı f kx plus b. Bu formada, bu düstura əsasən 2-də 1 keçir qabağa. İndi davam edirik. Sərhəddimiz 0-dan pi bölü 8-ədir. 2-də 1 pi bölü 8 yazsaq pi bölü 4 edəcək içəri. 45'də 1 alır. Çıxılsın. 0 yazsaq tangens 0-da 0 alır. Elədi 0. Yəni cavabımız 2-də 1. 6-cı sual oxşar sualdır. Kotangenslə alınacaq. Özünüz yaza bilərsiniz. 7-ci suala baxıram. İntegral -1-dən 1-ə 2x minus 1'in kubu dx bərabərdir. İndi bunu integrallamaq lazımdır. İntegrallayırıq bu ifadəni. Bunu həm dəyişəni əvəz etməklə də işləmək olar və yaxud da integral x üstü n dx ilə də işləmək olar. Bunun integralı x üstü n plus 1
Məxrəcdə də n plus 1. Bundan işləyək. Deməli, bunun integralı olacaq 2x minus 1 üzərində 3 plus 1, aşağıda da 4 və bayaqki düstura görə bu k əmsalı vardı ya, bu bayaqki sualda. Bu qarşıya bölünür. Yəni vur 2-də 1 yazmalıyam, vurulsun 2 formasında qeyd edirəm. Baxın bu düstura görə. F kx plus b dx-a görə. Dedik ki, burada k qarşıya bölünür. Yəni 1 böl k formasında qarşıya keçir. Alınır nə? F kx plus b. Baxın bu düstura görə. İndi bu da 2 bölündü 2-də 1. Alındı nə? 8-də 1. 2x minus 1 üstü 4. Sərhədlərimiz mənfi 1-dən 1-ədir. Hesablayırıq. 8-də 1 vurulsun. 1 yazsam 1. 1 üstü 4 1. Çıxılsın. Mənfi 1 yazsam. Mənfi 1 yazsam. Deməli 8-də 1 vurulsun. Mənfi 2, mənfi 1'ə vuranda mənfi 3, mənfi 81. Burada deməli, daha doğrusu mənfi 3'ün yəni yerinə mənfi 1 yazıram burada. 2 vur mənfi 1, mənfi 2, çıx 1, mənfi 3, cüt dərəcədən qüvvətdə müsbət 81. Bunu hesaplamaq lazım. 8'də 1 çıx 81. Bu da mənfi 80'ı 8'ə böldüyümüz zaman alınır mənfi 10. Əssalam. 8-ci sual. Neyini sual şagirdlər? 9. İntegral 1'dən 16'ya x bölünsün x üstü 4'də 3. dx formasında sadələşdirirəm 1'dən 16'ya. Bölərkən əsaslar eynidir, qüvvət üslər çıxılır. Qaldı 4'də 1 dx. İntegrallasam x üstü 4'də 1 plus 1 1 tam 4'də 1. Aşağıda da 1 tam 4'də 1. Sərhədlərim 1'dən 16'ya. Hesablayırıq, sadələşdirmə aparıram. Bu elədi x üstü 4'də 5. Yəni 4-cü dərəcədən 5. X üstü 5. Aşağıda da 4'də 5. 5 burada qalır. 4 sürətə vurulur. 1'dən 16'ya hesablayırıq. 16 yazsam olur belə 5'də 4. X üstü 4-cü dərəcədən və yaxud da bunu belə də yaza bilərsiniz. Baxın 16 üstü 4'də 5. Çıxılsın 5'də 4. Deməli 1 üstü 4'də 5 hesablayırıq. Bərabərdir 5 ortaq məxrəc. 16 üstü 4'də 1, 16 2 üstü 4'dür. İxtisar getdi 4'lər. 2 üstü 5 qaldı, yəni 32. 32 vur 4. 32 vur 4 çıxılsın. 1 üstü 4'də 5 1'dir. Bir də 4'ə çıxırıq oradan. Bərabərdir 5 üstü 5'də 128 çıx 4. 124. Bunu da 5'ə bölmək lazımdır. Bunu da 5'ə bölsək 20 2 də 5 10. 24'də 4 də 5 24'də bunda 8. Yəni Y variantı. 10-cu suala baxıram. Sual 10. İntegral 0'dan 7'ye kök altında 3-cü dərəcədən x plus 1 dx. Bunu integrallamaq lazımdır. Bərabərdir. İntegral 0'dan 7'ye x plus 1 üstü 3'də 1 dx. Formada yazıram, integrallayıram. X plus 1 3'də 1 üstə 1 gəlirəm. 1 tam 3'də 1. Aşağıda 1 tam 3'də 1. O da 3'də 4 edir. Bərabərdir. 4 aşağıda qaldı. 3 yuxarı vuruldu. X plus 1 üstü 3'də 4 formada qalsın. Bərabərdir. Sərhədlərimiz də 0'dan 7'yədir. Bərabərdir. 7 yazsam 4'də 3. 7 üstə gəl 1 8. 8 1 2 2 üstü 3'dür. Üzərində də 3'də 4 var. Çıxılsın. 4'də 3 0 yazsam 1 1 üstü 3'də 4. Bu da aydın məsələdir ki 4'də bu 3'lər getdi. 2 üstü 4 16 vur 3.
48 çıx 3. Cavabım elədir 45 bölü 4. Yəni 11 tam 4də 1. D variantı. 11 oxşar sualdır. 12'ye baxıram. Sual 12. İntegral 0-dan 1'ə x vur. X üstü bunu 5də 1 şəklində yazın. Dx. Əsaslar eynidir. Qüvvətçilər toplanır. Olacaq x üstü 1 tam 5də 1 dx. İntegrallasaq x üstü üzərinə 1 gəldim. 2 üstü 2 tam 5də 1. Məxrəcdə də 2 tam 5də 1. Yəni 5də 11. Sadələşdirdim. 11'də 5. X üstü 5'də 11. İntegraldan çıxartmışıq artıq. Sərhəddimiz də 12-ci sualda 0-dan 1'ə soruşulur. 0 yazsam getdi. 1 yazıram. Eləyəcək 11'də 5. Cavabımız oldu 11'də 5. 13 nömrəli sual oxşar sualdır. 14'ə baxırıq. 14. Sual belədir. 0-dan, daha doğrusu -4'dən 0'a 1 böl x plus 6 vurulsun 2dx formasında yazıram. Bu 2 bilirik ki qarşıya keçə bilər. Bərabərdir. 1 böl x'in integralı ln x olduğu üçün oldu 2 ln x plus 6. Sərhədlərimiz -4'dən 0'a 0 yazsam eləyəcək 2 ln 6 çıxılsın. -4 yazsam 2 ln 2 edəcək. Və salam oldu bu şəkildə. Buradan 2'ni mütərizə xaricinə çıxardın. Ln çıxma loqaritmada bildiyiniz kimi bölmə xassəsidir. Olacaq 6 böl 2. Bu da şagirdlər 2 ln 3 deməkdir. Yəni D variantı. 15 oxşar sualdır. 16'ya baxdım. 16'da deyir ki, integralını hesablayın. Birbaşa integrallayaq. 2x kvadratı böl 2. Sinus x'in integralı mənfi kosinus x'dir. Çıx kosinus x, sərhədlərimiz 0-dan pi böl 2'yə. Yerinə pi böl 2 yazsaq əgər, eləyəcəkmi? Belə. 2 vurulsun. Pi kvadratı böl 4. Aşağıda da 2 çıx. Kosinus pi. Kosinus 90'da da 0 alır. Bu getdi. Çıxılsın. 0 yazsam 0 çıx. 0 yazsam kosinus 0'da da 1 alır bu formada. Bundan bu ixtisar getdi. 2 düşdü aşağıya 4. Pi kvadratı 4 plus 1 formasında qaldı. Yəni Y variantında var. Doğru cavab. 17-ci suala baxıram. Eyni sual şagirdlər özünüz işləyə bilərsiniz. 18-ci sual. 18-ci sualda integral. Baxın bunu 2'yə vurduq özümüzdən. Qırmızı ilə qeyd edeyim. Bunu 2'yə vurup bir dənə 2'yə bölsək integraldan çıxır. Alınır nə? Daha doğrusu sadələşir. Olur sinus x. Çünkü sinus 2 alfanın açılışı 2 sinus alfa kosinus alfa idi. Sinus alfanın açılışı ise 2 sinus alfa bölü 2 kosinus alfa bölü 2. Buradan da sinus x kaldı. Sinus x bölünsün 2. Daha doğrusu bəli 2. İntegral mənfi pi bölü 2'dən deməli pi bölü 2'yə qədər. Oldu bu şəkildə. Dx. Bunu heç hesablamağa gerek yoxdur. Çünkü qayda var ki, əgər tutaq ki, Gx funksiyası təkdirsə, simmetrik sərhədlər daxilində verilmiş tək funksiyanın integralı hər zaman sıfırdır. Yəni integral mənfi pi bölü 2'dən müsbət pi bölü 2'yə qədər Gx dx funksiyası varsa, yəni bunun cavabı həmişə sıfırdır. Gətirib yoxlasanız da görəcəksiniz ki, sıfıra bərabərdir. Simmetrik sərhədli tək funksiyanın integralı hər zaman sıfıra bərabərdir. Lakin cüt funksiyada elə deyil. Cüt funksiyada məsələn tutaq ki, fx funksiyası cütdürsə əgər
verilsə mənfi pi bölü 2-dən müsbət pi bölü 2-yə qədər fx dx. Baxın, bunun integralı belə olacaq. 2s formasında. Yəni, o da bərabərdir. İntegral. Yazırıq bunu belə. Mənfi pi bölü 2-dən 0-a fx 2 dənə fx dx, o da bərabərdir 2 0-dan pi böl 2-yə fx dx formasında. Yəni cüt funksiyanın integralı simetrik sərhədli cüt funksiyanın integralı verilən zaman sahə 2s-ə bərabərdir. Yəni bunun integralı 2s formasında göstərilir. İndi bunu s ilə işarə elədim. Yəni belə deyək də, mənfi pi bölü 2-dən 0-a qədər hesablayırıq. 2-yə vururuq və salam. Və yaxud 0-dan pi bölü 2-yə qədər 2-yə vururuq və salam. Baxın, bu formada olacaq. Lakin simmetrik sərhədli tək funksiyanın integralı isə həmişə 0-a bərabərdir. Cavabımız oldu 0. Növbəti 19-cu suala baxıram. Sual 19. Dir integralını hesablayın. İntegral 0-dan pi bölü 2-yə çıxılsın kosinus kvadratı. Fikir verin, bunu bir integral daxilində yazıram. 0-dan pi bölü 2-yə olacaq nə? Kosinus kvadratı x bölü 2 minus sinus kvadratı x bölü 2 dx. Deməli, şagirdlər, bu kosinus kvadratı alfa çıx sinus kvadratı alfa qaydaya görə kosinus kvadratı alfa çıx sinus kvadratı alfa bərabər idi kosinus 2 alfaya. Buradan da həmin düstura görə bunu yığsaq 0 böl pi bölü 2 daxilində olacaq kosinus x dx. Kosinusun integralı sinus x-dir. 0-dan pi bölü 2'ye hesablayırıq. Sinus 90'da 1 alır, 1 çıx 0 eləyəcək 1. Cavabımız D variantı. 20-ci suala baxıram şagirdlər. 20-də birbaşa integrallayaq. 2. Kosinusun integralı dedik sinus x-dir. Sinusun integralı mənfi kosinus x-dir. Toqquşdu. Müsbət kosinus x yazdım. Ardından haradır? Mənfi pi bölü 2-dən pi bölü 2'ye qədər. Bərabərdir. Yerinə yazıram. Pi bölü 2 yazsam 90 eləyir. Kosinus 90'da 0'dır. 2 çıxılsın. Mənfi pi bölü 2 yazsam eləyəcək mənfi 2. Bunlar da toqquşdu elədi neçə? 4. Yəni cavabımız oldu 4. 21 eynisiz şagirdlər, özünüz işləyə bilərsiniz. 21-ci suala baxıram. Daha doğrusu 22-ci suala. Deməli, sərhədlər 3-dən 18'ədir. 1 böl x vur ln 6 dx funksiyasıdır. Bir bunu hesablayın. Bunu 1 böl ln 6'nı integralın qarşısına çıxartdım. 1 böl x dx formasında 3'dən 18'ə. Bilirik ki 1 böl x'in integralı ln x'dir. Oldu belə. 1 böl ln 6 olacaq belə. Ln x. Sərhədlərimiz neçədən neçədir? 3'dən 18'ə. Bir dəfə yerinə 18 yazıram x'in. Bərabərdir. 1 böl ln 6 oldu nə? Ln 18 çıxılsın ln 3. Deməli şagirdlər, bu ln 6 eləyir. Loqaritmanın çıxma xassəsi bilirik bölmədir. ln 6 ilə də ln 6 gedər, qalar 1. Cavabımız oldu 1. 23 eynisidir. 24-cü suala baxıram. İntegral 0'dan 1'ə x üstü kök 2 dx. Bir bunu hesablayın. Qaydaya görə x üstü kök 2 plus 1, məxrəcdə kök 2 plus 1. 0'dan 1'ə 1 yazsam 1 üstü istənilən ədəd, istənilən ifadə 1'dir. Qaldı yuxarıda 1, aşağıda kök 2 plus 1.
0 yazsam, bu da getdi 0-a. Cavabımız oldu bu şəkildə. İrasiyanlıqdan azad edirəm. Kök 2 minus 1'ə vuracağım. Kök 2 plus 1'i. Kök 2 minus 1. Yuxarıda da kök 2 minus 1. Aşağı 1 elədi. Cavabımız qaldı kök 2 minus 1. 25. Asan sualdır. 26'ya baxıram. 26'da əziz şagirdlər 0-dan x-a 2y dy funksiyasıdır. 4x minus 3. Bərabərsizliyini həll edin. Bunu inteqrallayıram. Bilirsiniz ki, bunun inteqralı y kvadratıdır. Çünki üzərinə 1 gəlib, aşağıda da 1'in üzərinə 1 gəldi. 2'lər ixtisar getdi. İnteqralımız 0-dan x-adır. 4x minus 3. Yerinə x yazsam, x kvadratı, 0 yazsam getdi. Sola keçirdim, aldım bunu. Bunda kökləri 3 ilə 1'dir. Vuruqlara ayırdım. 1 ilə 3 formasında. Kiçikdir 0. Bu bərabərsizliyin həlli isə 1-3'dür. Cavabımız elədi 1-3. 27 eynisidir. 28-ci sual. Tənliyinin köklər cəmini soruşur. Deməli şagirdlər, inteqrallayıram bunu. Y kvadratı minus 8y birbaşa inteqralladıq. 0-dan x-a bərabərdir 1. X yazsam, x kvadratı minus 8x. 0 yazsam getdi. Minus 1 bərabər 0. Tənliyin köklər cəminin müsbət 8 olduğu görsənir. Viet teoreminə görə əks işarə ilə ikinci ədəm salına bərabər idi. 30-cu suala baxıram. Y üstü 4x funksiyası inteqralı özüdür, lakin qarşıya 4'də 1 keçir. İnteqralım mənfi 2'də 1'dən müsbət 2'də 1'ə qədər. Bərabərdir 4'də 1 y üstü 2'də 1 yazsam qaldı 2 çıxılsın y üstü mənfi 2 bu şəkildə. Cavabım oldu 4'də 1 vurulsun y kvadratı minus 1 bölü y kvadratı. Yəni belə bir cavab D variantı. 31 eynidir 32'ye baxırıq. Sual 32. İntegralını tapın deyir. AX'in integralı AX üstü 2 bölü 2'dir. 4'ün integralı 4x'dir. 0'dan 2'ye bərabərdir 6. 2 yazsam 4 bölü 2 2a çıx 8 bərabərdir 6'ya. 0 yazsam zaten getdi. Cavabımız buradan elədi. A bərabərdir 7. Cavabımız oldu 7. 33 eynisidir şagirdlər. 34'də baxıram. Deməli, integral müsbət A ədədini tapın. İntegralı 3x kvadratı bölü 2'dir. 1'in integralı x'dir. 0'dan A'ya bərabərdir 24 çıxar. A yazsam 3a kvadratı bölü 2 minus A bərabərdir 24 çıx A'ya. Alar gedər. 3a kvadratı bərabərdir 48. A kvadratı 16. A da plus minus 4. Müsbət A ədədi. Cavabımız müsbət 4. 35-ci sual. Eyni sualdır. Özünüz işləyə bilərsiniz. 36-cı sual. İntegralını deyir hesablayın. Deməli şagirdlər, burada biri x üstü 3'də 1'dir, biri x üstü 2'də 1'dir. İntegral 0'dan 1'ə dx. Bunu necə integrallayırıq? Xassəyə əsasən x üstü 1 tam 3'də 1, yəni 3'də 4. Aşağıda da 3'də 4, 4'də 3. 3'ü qaldırdıq yuxarı çıxılsın. Bunun integralı x üstü 1 tam 2'də 1, yəni 2'də 3. Aşağıda da 2'də 3 yazsam 3 aşağıda qalır, 2 qalxır yuxarıya. Və mən bunu 0'dan 1'ə sərhəd daxilində işləməliyəm. 1 yazsam 4'də 3 edər, 1 yazsam 3'də 2 edər. 0 yazsam ixtisar getdi 0'dan. Hamısı 0 böl 4, 0 böl 3 qaldı. Onu yazmırıq. Ortaq məxrəc 12'dir. 9 çıx 8 cavabımız 12'də 1. Yəni Y variantı. 37 eyni sualdır. 38'ə baxaq şagirdlər. Deməli, integralını tapsam 4x kvadratı bölü 2 plus 3x sərhədlər A'dan B'yədir. A'dan B'yə
bərabərdir 6 və A üstə gəl B-nin də 7 olduğunu verib B çıxanı soruşur bizdən. B çıxa bərabər suala. B yerinə yazsam, bu sadələşdirsəm 2x kvadratıdır plus 3x sərhəd A'dan B'yə bərabərdir 6. Yerinə B yazsam 2b kvadratı plus 3b çıx. Yerinə yazsam 2a kvadratı çıx 3a bərabərdir 6-ya. Deməli şagirdlər burada belə eləyək. 2b kvadratı minus 2a kvadratını bir qruplaşdıraq. 3b çıx 3a'ya bir baxaq. Buradan deməli qaydaya görə bu 2-ni çıxartsaq, bu b minus a ilə b plus a'dır. Buradan 3'ü çıxartsaq b minus a'dır bərabərdir 6-ya. İndi bizə b üstü a üstə gəl beni 7 verib. Bunun yerinə gətirib 7 yazsam, 7 vur 2 14 dənə b minus a üstə gəl 3 dənə b minus a bərabərdir 6-ya. Bu elədir 17 dənə b minus a bərabərdir 6-ya. B minus a bərabərdir 17 də 6-ya. Cavabımız oldu bu şəkildə. 39 oxşar sualdır. 40'a baxıram. Sual 40. Deməli şagirdlər kosinus 2x dx-in integralı 0'dan pi bölü 2'ye kosinus 2x dx dedik ki, bura 1-2 yazsaq, tarazlaşdırmaq üçün burada 1-2'də 1 yazırıq. Bunun integralı olur. Kosinusun integralı sinus 2x'dir. Qarşıda da 2'də 1 var. 0'dan pi bölü 2'ye. Şagirdlər pi bölü 2 yazsaq 2'də 1. İxtisar gedir bunlar. 2'lər ixtisar gedir qal pi. Sinus pi'də də 0'dır. Çıxılsın. 0 yazsam bu da 0. Cavabım elədir. Deməli neçə baxıram. Hə, a plus 1 varmış. Ona fikir vermədim. Bərabərdir a plus 1'dir. Burada a plus 1'ə bərabər imiş. Bizdən a-nı soruşur. İndi deməli pi bölü 2 yazdıq. 0 alındı. Çıxılsın. 0 yazdım. 0 alındı. Bərabərdir a plus 1'ə. A da bərabərdir mənfi 1'ə. Cavabımız oldu mənfi 1. Diqqətli oluruq. 41 eynisidir şagirdlər. 42-ci sual. Bərabərsizliyini həll edin. Bu eləyəcək y üstü 2 bölü 2 çıx 2y kiçikdir. Sərhəddini yazaq. 0'dan x-ə kiçikdir. Mənfi 2'də 3'dən. X yazsam şagirdlər. X kvadratı bölü 2 çıx 2x. 0 yazsam getdi. Kiçikdir. Mənfi 2'də 3'dən. Hər tərəfini 2'yə vururam. X kvadratı minus 4x plus 3 kiçikdir 0'dan. 1 ilə 3 köklərdir. Vuruqları ayırsam x minus 1 x minus 2 kiçik 0'dan. Bərabərsizliyin 51 3. A variantı. 43'ə baxıram. 43 nömrəli sualda bir integral daxilində yazsaq 0'dan pi bölü 2'yə sinus alfa kosinus beta kosinus alfa sinus beta sinusun cəm düsturudur. Bu elədir sinus 5x dx. Şagirdlər bura bir 5 yazsam, burada bir 5'də 1 yazsam tarazlaşır. Bu hazır düstur olur. Olur 5'də 1 sinus 5x'in integralı mənfi kosinus 5x'dir. 0'dan pi bölü 2 hesablayırıq. Pi bölü 2 yazsam bu elədir 0 çıxılsın. 0 yazsam kosinus 0'da 1 alır. Çıx mənfi 5'də 1. Cavabım müsbət 5'də 1. Yəni hardasa səhv etdik. Hardasa burada səhv etmişik. Pi bölü 2 yazmışam mən. Pi yazmalıydım şagirdlər. Bu hissədə səhv etmişəm. Axı 90 dərəcə yox, 180 dərəcə. 0 pi aralığında qiymət istəyir bizdən. Deməli yerinə yazacağım bu dəfə pi. Pi yazsam kosinus 5 pi. Dedik ki bura pidir. Sonra 3 pidir. Tam bir dövr elədi. 5 pidir. Tam bir dövr elədi. 7 pidir. Yəni eyni qiymətlərdir.
Mənfi 1 alır. 5də 1-i mənfi 1-ə vuranda müsbət 5də 1 çıxılsın. 0 yazsam, 0 yazsam eləyəcək mənfi 5də 1. Bunlar da toplandı elədi 5də 2. Cavabım 0,4. Yəni C variantı. 44 eynisiniz şagirdlər. Özünüz işləyə bilərsiniz artıq. 45. Bu kosinus onu, bu kosinus onu. Daha doğrusu kosinus 100'ü çevirmək lazımdırmı? Ehtiyac yoxdur. Gəlin yazaq bunu da 0-dan. Baxın pi bölü 2'yə. Yenə də düsturdur. Bu kosinus 100 çıx 10'dur elədi. 90x dx nə çatmır? Bura bir 90 yazın. Burada bir 90'da 1 yazın. İntegrallayan zaman 90'da 1. Kosinusun integralı. Kosinusun integralı sinus x'dir. Yəni sinus 90 x'dir. Sərhədlərimiz 0-dan pi bölü 2'yədir şagirdlər. Bunu hesablasaq 90'da 1 yerinə yazsam eləyəcək sinus ixtisar gedir 45 pi çıxılsın 0 yazsam eləyəcək 0 zaten. İndi 45 pi'yə baxaq. 45 pi'yə baxırıq. Yəni bunun diqqətlə baxın. Çevrədir, bu vahid çevrə. Bura bilirik pi'dir. Pi'də sinus pi 180'da 0 alır. Üzərinə tam bir dövr, yəni 2 pi gəlsək 3 pi'də də 0 alır. 5 pi'də də 0 alır. 7 pi'də də 0. Bütün tək pi'lərdə 0 aldığı üçün bu da 0'a getdi. Cavab elədi 0. 45-ci sual. Belədir şagirdlər 45. Deməli integral mənfi pi'dən müsbət pi'yə sinus x vur sinus 2x dx. Bu hasili cəmə gətirmə düsturundan istifadə edirik. Olacaq nə? 2də 1. Düsturumuz necə idi? Sinus alfa vur sinus beta. Hər ikisi sinusdur. Bərabərdir. 2də 1 kosinus alfa çıx beta üzərinə gəl. Daha doğrusu çıxdı sinuslarda. Kosinus alfa plus beta. Düsturumuz bu şəkildədir. Tətbiq eləyək. 2də 1 kosinus alfa çıx beta x çıx 2x eləyir mənfi x. Kosinus cüt funksiyadır. Müsbət x yazdım. Çıx kosinus topladım 3x. Aldıq bu şəkildə. İndi bu 2də 1 integralın qarşısına keçə bilər. Sərhədlərimiz mənfi pi'dən müsbət pi'yə qədərdir. Düzəldək. Müsbət pi'yə qədərdir. Və dx. İndi bunu işləyirik. Bərabərdir. 2də 1. Kosinusun integralı dedik sinus x'dir. Çıxılsın. Kosinus 3x'in integralı qaydaya görə 3də 1 qabağa keçir. 3də 1 sinus 3x'dir. Oldu bu şəkildə. Mənfi pi'dən müsbət pi'yə. Yerinə yazıram. 2də 1 vurulsun. Sinus pi 0'dır. 3 pi'də 0'dır. 0 vur 0. Elədi 0. Çıxılsın. 2də 1 vur. Mənfi pi yazıram yerinə. Olacaq nə? Sinus mənfi pi olur mənfi sinus pi. Çıxılsın. Mənfi pi yazsam burada üstəgəl olur. 3'də üstəgəl sinus 3 pi formasında. Mənfi pi yazmışam yerinə. Buradan cavabım 0. Buradan da cavabım yenə 0. Bu da 0. Yəni 0 çıx 0. Cavabımız elədi 0. Yəni C variantı. 46'ya baxıram. 46-cı sual. Yenə də verilib 0'dan 2 pi'yə
Kosinus 2x vur kosinus 7x. İntegralını soruşur. Yenə də düsturdan istifadə edəcəyik. Kosinus alfa vur kosinus betadan bərabərdir 2-də 1. Necə idi? Kosinus alfa plus beta plus kosinus alfa minus beta düsturundan istifadə edirik. Bərabərdir. Bunu yazıram belə. 0-dan 2pi'ye kosinus alfa plus beta 9x üstə gəl kosinus alfa çıx beta 5x. Cüt funksiyadı mənfi nəzərə almırıq. Dx formasında. İntegrallasam kosinusun integralı sinus x'dir. Sinus 9x lakin 9'da 1 qarşıya. Buradan da 5'də 1 qarşıya. Sinus 5x. Sərhədlər 0-dan 2pi'ye. Deməli şagirdlər 9'da 1 sinus 18 pi üstə gəl 5'də 1 vur sinus 10 pi. Bunu hesablasaq bilirik ki sinus 2 pi'dir bura. Cüt pi'dir. Tam bir dövr elədik. Gəldik 4 pi'də də eyni buradadır. Yəni bu 2 pi'də aldığı qiyməti alır. Bir də tam dövr eləsək 6 pi, 8 pi. Bütün cüt pi'lərdə eyni qiyməti alır. Sinus 360'da 0 alır bildiyiniz kimi. Bu da getdi, bu da getdi. Cavabım yenə oldu 0. Yəni D variantı. 46 idi bu. 47'yə baxıram. Bərabərsizliyi ödənir deyir. Y üstü x'in integralı y üstü x şagirdlər 1'dən a'ya böyükdür 4y'dən. Yerinə a yazsam y üstü a böyükdür 4y'dən. Daha doğrusu sərhədlərini yazmadım. Y üstü açıq y yazmalıyam. Çünki qayda belə idi. A çıxılsın y üstü bir də y'dir böyükdür 4y'dən. Buradan y üstü a böyükdür 5y'dən. İndi bunu işləmək. Burada da diqqətli oluruq. Çaşası heç bir şey yox. Tutaq ki bu y üstü a bərabərdir 5y'dir. Loqaritmanın belə bir xassəsi var. Loqaritma əsasdan b bərabərdir x olarsa b bərabərdir a üstü x olacaq. Burada da a bərabərdir loqaritma y əsasdan 5y formasında. Bu da a bərabərdir. Fikir verin, xassəyə baxın. Əgər buradan görsənmirsə bunu bu tərəfdə yazıram. Bərabərdir a'ya. Yenə də eyni düsturdur. Baxın diqqətlə. 5y bərabərdir. Y üstü a olacaq. Baxın bu düstur. Yəni burada ödənir. İndi eynidir. Bərabərdir a'dır. Fikir verin indi işarəyə baxın. Böyükdür işarəsi verilmişdir. Deməli a da böyükdür. Loqaritma y əsas ilə ln deməkdir. Çünki ln y əsasdandır. Oldu 5y. Bu bərabərsizliyin də həlli nədir? Daxil deyil. Daha da daxil deyil. Ln 5y müsbət sonsuzluq. Ln 5y müsbət sonsuzluq. Bu da A variantıdır əziz şagirdlər. Mötərizədə deyəsən diqqətsizlik. Ya da bunu belə eləyərlər. Belə verməyiblərsə belə qeyd eləyək. 48-ci suala baxıram. 48 eynisi də yaza bilərsiniz. Daha özünüz 49. Deməli sərhədlərimiz 0-dan 9'adır. X minus 1 vurğuları ayırın. Kök x minus 1 ilə kök x plus 1 formasında. Aşağıda da kök x plus 1 var. Kök x plus 1'lər getsə integral 0-dan 9'a qalar. Kök x minus 1. Bunu integrallayaq indi. Kök x'in integralı. Baxın kök x'in integralı görək nədir? Belə deyək də bu x üstü 2'də 1 plus 1 aşağıda da 2'də 1 plus 1 yəni 2'də 3. Bunu da yazaq 3'də 2. 3 bura 2 bura. Çıx 1'in integralı da x'dir 0'dan 9'a. Bu eləyəcək 3'də 2 x üstü 2'də 3. Şagirdlər çıx x 0'dan 9'a bərabər 9 yazsam 3'də 2
9 3'ün kvadratıdır. 2'lər getdi, qaldı 27. 27 0 da yazsam 0 eləyir. 3 ilə 27 ixtisar gedir. 2 bölü 9 18. Y variantı. 50 eyni sualdır. 51'ə baxıram. İntegral sərhədlərimiz 0-dan 45-ədir. Pi bölü 4. 8 kosinus kvadrat x. Deməli şagirdlər 8 vurulsun. Kosinus kvadratının dərəcəsini aşağı salıram. Dərəcə azaldıram. 1 plus kosinus 2x bölünsün 2 dx formasında. 2 ilə 8 ixtisar gedər. 4 keçər qabağa. İntegral 0-dan pi bölü 4'ə elədi. 1 üstəgəl kosinus 2x dx formasında. İntegralını tapsam 1'in integralı x'dir. Kosinus 2x'in integralı müsbət 2'də 1 sinus 2x'dir şagirdlər. Çünki 2 qabağa bölünürdü. Sərhədlər də 0-dan pi bölü 4'ə qədərdir. Bu da bərabərdir. Pi bölü 4 yazsam 4 vurulsun. Pi bölü 4 pi bölü 2 yerinə qoysam 91 alır. 1'i də 2'də 1'ə vuranda 2'də 1 eləyir. Bu 0 yazsam hər yer 0 eləyir. Yazmağa ehtiyac yoxdur. Şagirdlər oldu bu şəkildə. 4'ü vurub açıram. Pi üstəgəl 2. Cavabım oldu pi plus 2. Yəni B variantı. 52 də eyni sualdır. Dərəcə azaldacaqsınız. 53'ə baxaq. 53-cü sual. İntegralını deyir. Tənliyinin kökləri asilini tapın. 3x kvadratının integralı x kubudur. Çıx 6x'in integralı. Baxın plus 2 bölü 2. 3x kvadratıdır. 4'ün integralı 4x'dir. Sərhədlər 0-dan a'dır. Yerinə qoysam a kubu çıx a kvadrat, daha doğrusu 3a kvadratı plus 4a bərabərdir. A kubu çıx a kvadratı çıx 8. A kubları gedər. Sol tərəfə gətirsəm mənfi 2a kvadratı plus 4a plus 8 bərabər 0. Hər tərəfini mənfiyə bölsəm 2a kvadratı minus 4a minus 8 bərabərdir 0. Hər tərəfini 2'yə bölsəm alındı bu şəkildə. Tənliyin kökləri asili Viet teoreminə görə sərbəst həddə bərabərdir. Mənfi 4. 54-cü suala baxıram. İntegralını deyir hesablayın. Formada yaza bilərik bunu. İntegral 1'dən 2'yə kəsri ayırsaq 1 minus 1 bölü x dx. Şagirdlər bilir ki 1'in integralı x'dir. 1 bölü x'in integralı ln x'dir. 1'dən 2'yə 2 yazsam 2 çıx ln 2 çıxılsın. 1 yazsam 1 ln 1 0'dır. Çıx 0. Üstəgəl 0 olmuş olur. Ehtiyacı yoxdur. 2'dən 1 çıxdım. 1 1 minus ln 2. Yəni cavabımız oldu 1 minus ln 2. 55-incisidir. 56-cı suala baxıram. Sual 56. A-nın hansı qiymətində tənliyin 2 bərabər kökü var. İntegrallayıram. Y kvadratıdır. 2y-ın bilməliyik ki, integralı nədir? Y kvadratıdır. Çünki 2 bu integrallayanda necə edirdik? 2y üstü 1 plus 1, aşağıda da 1 plus 1. Bu 2 ilə bu 2 getdi. Y kvadratı qalır. Plus 5ay sərhədlərim 0-dan x-adır bərabər 8a kvadratı. X yazsam x kvadratı plus 5ax çıx 8a kvadratı bərabərdir 0-a. 2 bərabər kökdür, diskriminant bərabər 0 olanda olurdu. D bərabərdir 25a kvadratı plus 32 4 dəfə 8 32a kvadrat bərabər 0. 67 daha doğrusu 57a kvadratı bərabər 0. A da bərabərdir buradan 0'a. A-nın hansı qiymətində? 0 qiymətində. 58'ə də baxaq.
Tənliyindən A-nı tapın. Dedik ki, sinus 2x dx sərhədlər 0-dan pi bölü 6-ya. Bura bir 2 yazdıq. Burada bir 2-də 1 yazdıq. 2-də 1 sinus 2x'in integralı mənfi kosinus 2x idi. 0-dan pi bölü 6-ya bərabərdir. Sərhədləri qoyaq, cavablarımız da var orada. Hələ açıq 4-də 3 var. Pi bölü 6 yazsam mənfi 2-də 1 kosinus pi bölü 3 çıxılsın 0 yazsam mənfi 2-də 1 kosinus nə 0. Bu da eləyəcək mənfi 2-də 1 vurulsun kosinus 60'da 2'də 1 alır. Burada da 1 alır. Bu da toplandı 2'də 1 oldu. Deməli şagirdlər, bu da 2'də 1 çıx 4'də 1 deməkdir. 2'də 1 çıx 4'də 1. Aldım 2'də 1 çıx 4'də 1 bərabərdir A çıx 4'də 3. Bunu da işləsək olur belə. 2'də 1'dən 4'də 1 çıxanda 4'də 1 plus 4'də 3 bərabərdir A-ya. A da buradan elədi 1'ə. Cavabımız oldu 1. 59 eynisidir. Şagirdlər 60'a baxıram. 60. İntegralını hesablayın. Deməli, sərhədlərimiz 2-dən 3'ədir. 1 minus x müxtəsər vurma düsturu kimi açsam 1 plus x kvadrat olmalıdır. Bölünsün 1 minus x-a. Bu da dx'dir. Bunlar getdi. Qaldı 1 üstəgəl x plus x kvadratının integralını tapmaq. Birin integralı x-dir. X-in integralı x üstü 2 bölü 2'dir. Digəri də x üstü 3 bölü 3'dür. Sərhədlər 2-dən 3'ə. Hesablayırıq. 3 yazsam 3 üstəgəl 2'də 9 üstəgəl 3'də 27. Çıxılsın 2 yazsam 2 üstəgəl 2'nin kvadratı 4, 4 bölü 2 üstəgəl 2 yazsam 3'də 8. Deməli şagirdlər, buradan 9 alındı. 3 üstəgəl 9, 12 üstəgəl 4,5 çıxılsın 4 üstəgəl 3'də 8. Bu şəkildə açsam 16,5 çıx 4 çıx 3'də 8. 16,5'dən 4 çıxsam 12,5 çıx 3'də 8. Cavablar kəsirləndir. 12,5 12,2'də 1 deməkdir. 2'də 25 deməkdir. Çıxılsın 3'də 8. Bu da 6'da 6'nı 2'yə böldüm 3 75 çıx 6'nı 3'ə böldüm 2 2'də və 8 16. Bu da elədi 6'da 9 59. Haradasa səhv etdik deyəsən şagirdlər. Harada səhv etmişik? Yox, etməmişik. Cavablar var da belə. 61'ə baxmışam. Mən cavablar var. 15'dən 6 çıxanda 9, 6'dan 1 59. Yəni cavab elədi 6'da 59. Belə bir cavabımız da var. 61 eynisidir. Özünüz yazarsınız. 62. 62. Mən şagirdlər fikir verin. Bu belə olarsa, deyir bunu hesablayın. Aydın məsələdir ki, bu 2, baxın bu 2 keçir qabağa. Onda integralım A'dan B'yə qalır. Fx dx'im 3,2'də 1'i bölürəm 2'yə. Yəni olacaq belə. 2'də 2'də 3 6 7 bölməliyəm 2'yə 2'də 1'ə vururam. Cavabım elədi burada 4'də 7. Yəni A'dan B'yə fx dx 4'də 7 imiş. Olarsa bu 3 keçir indi qabağa baxın, bu 3 keçir qabağa. 3 vurulsun həmin ifadə. Biz də həmin o A'dan B'yə fx dx'i 4'də 7 tapdıq. Cavabımız eləyir 3 vur 4'də 7, yəni 4'də 21. Bu da 5,4'də 1'dir. Oldu bu şəkildə. 63'ə baxıram. 1'dən 2'yə
X kvadratını çıxardım burada. X plus 1. Burada da x plus 1 var. Aşağıda da x plus 1. İntegral 1-dən 2-yə, yuxarıda x plus 1'i çıxartsaq, qalır x kvadratı plus 1, aşağıda x plus 1. Bunlar getdi. Qalanı inteqrallasam, x kubu bölü 3 plus x 1-dən 2-yə. 2 yazsam, 3-də 8 plus 2 çıx 1 yazsam, 3-də 1 çıx 1. Bu elədi 3-də 7 plus 1. Yəni 1 üstə gəl 2 tam 3'də 1. Cavabım 3 tam 3'də 1. Yəni 3'də 10. B variantı. 63 eyni 64 eynidir. 65-ci suala baxıram. Sual 65. Şagirdlər tənliyini ödəyən anı tapın. İntegralı 3x üstü 4 bölü 4'dür. Üzərinə gəl x kvadratıdır. Sıfırdan a'ya bərabərdir 1. A yazsam yerine 3a üstü 4 bölü 4 plus a kvadratı. Bərabərdir 1. Hər tərəfini 4'ə vursam 3a üstü 4 plus 4a kvadratı bərabərdir 4'ə. Bunu da çıx 4 bərabər 0 yazaq. A kvadratına bir t əvəzləməsi etsəm 3t kvadratı plus 4t minus 4 bərabər 0. Diskriminat 16 üstə gəl. 12 48 64 8 t birim elədi. 4 2'də 3 6. Bu elədi 3'də 2 t 2 elədi. Deməli mənfi 12 mənfi 4. Düz yazdıq mı? Düz yazdıq, bəli. Mənfi 12 mənfi 4. Əvəzləmədə yerinə qoysaq a kvadratı mənfi 4'ə bərabər olmaz. A kvadratı 3'də 2'yə bərabər olar. A da eləyər kök altında 3'də 2. Yəni B variantı. 66-cı suala baxıram. Deməli şagirdlər P olarsa bunu deyir hesablayın. İnteqrallasaq bunu. Birin integralı x'dir. Kosinus 2x'in integralı 2'də 1 sinus 2x'tir. Sıfırdan 1'e bərabərdir P'dir. Yerine yazsam 1 yazsam 1 üstə gəl. Bir üstə gəl. 2'də 1 sinus 2. 0 yazsam 0'a getdi. Hamısı bərabərdir P'ye. Buradan alındı 2'də 1 sinus 2 bərabərdir. P çıx 1 sinus 2 bərabərdir. Hər tərəfini 2'yə vursam P minus 1 vurulsun 2 formasında qalsın bu. Daha sonra verilmiş integralı hesablayaq. Sinus kvadrat x'i integrallamaq üçün dərəcə azaldıram. 1 minus kosinus 2x bölünsün 2 dx integrallasam eləyəcək 2'də 1 x kəsir ayırsaydım çıxılsın 2 aşağı düşdü 4'də 1 sinus 2x 0'dan 1'ə 1 yazsam 2'də 1 çıx 4'də 1 sinus neçə? 2 0 yazsam 0'a getdi. Bərabərdir. Sinus 2'nin yerinə qiymətim var. 2'də 1 minus 4'də 1 vur 2 p minus 1. Buradan elədi. Bununla bu ixtisar getdi. Qaldı 2'də 1 minus p minus 1. Ortaq məxrəc eləsəm 2'də 1 minus p plus 1. Cavabım elədi 2'də 2 çıx p. Kəsir ayırsam 1 minus p bölü 2. Yəni cavabım B variantı. 1 minus p bölü 2 formasında qaldı. Belədir şagirdlər. Görürsünüz, deməli 67 də eynisidir. Bu şəkildə yazacaqsınız. Birindən verilmiş sinus 2'dir, kosinus 2'dir. Onu tapıb digərində gətirib yerinə qoyub P'dən asılı tapmış olursunuz. 68-ci sual. 1'dən 3'ədir sərhədlər. X üstü 4'də 1'i çıxardın.
qalsın x üstü 4'də 1'i çıxardanda qalır 4'də 12, yəni x'in kubu minus 1. Aşağıda da 4'də 1'i çıxardın. X üstü 4'də 1 qalar x üstü 4'də 2, yəni x kvadratı plus x plus 1. Bunlar getdi, bərabərdir. 1'dən 3'ə yuxarını müxtəsər vurma düsturu kimi açsaq, x minus 1 qalacaq x kvadrat plus x plus 1. Aşağıda x kvadratı plus x plus 1. Bunlar getdi. Dx qaldı x minus 1. İnteqrallasam x kvadratı böl 2 minus x 1'dən 3'ə. 3 yazsam 2'də deməli 9 çıx 3. Bu eləyir 2'də 3. Bir dəfə də 1 yazsam eləyir 2'də 1 minus 1. Yəni mənfi 2'də 1. Çıxan zaman da toplandı 2'də 3 plus 2'də 1. Cavabım elədi 2'də 4, yəni 2. Cavabım Y variantı. Sonra 69-cu suala da baxaq. X kvadratının integralı x kubu bölü 3. İntegralım 2'dən a'ya sərhədlər verilib. Olarsa 4 olarsa deyir 4'də 1 a kubunu tapın. A yazsam yerinə a kubu bölü 3. 2 yazsam yerinə 3'də 8 bərabərdir 4. Hər tərəfini 3'ə vursam a kubu minus 8 bərabərdir 12. A kubu bərabərdir 20. Gətirib burada yerinə yazsaq 20'nin 4'dən 1 eləyəcək 5. 69'un sualın cevabı 5. 70 eynisidir. 71. Dx'in integralı bilirik ki bir dənə x'dir. B 2a və b sərhədləri verilib bərabərdir 5'ə. Yerinə yazsam b minus 2a bərabərdir 5. Bir də b üstəgəl a bizə verilib 29. Deyir anı tapın. Tərəf-tərəfə çıxıram. Mənfi 3'ə bərabərdir mənfi 24. A da burada elədi 8. 71-ci testin cavabı idi bu 8. 72 eynisidir. 73'ə baxıram. 73. 73. Bilirik ki bu 1 eləyir. Baxın bu ifadə 1 qaldı burada. 3x. 3x'in integralı 3x kvadratı bölü 2'dir. Sərhədlərimiz 2'dən 5'ədir. 5 yazsam 2'də 25 vur 3 75 çıxılsın 2 yazsam 2'də 4 12. Cavabım elədi 2'də 63. Yəni bu da 31,5. Cavabımız elədi 31,5. 74'ə baxaq. 74 asan sualdır. Bunun integralını tapırsınız. Bunun da yerinə gətirib qoyursunuz. Özünüz yaza bilərsiniz. 75. İntegralını hesablayın deyir. Bunun integralı 0'dan 3'ə x minus 2 üstü 2 dx. İntegralı x minus 2 üstü 3 bölünsün 3 0'dan 3'ə 3 yazsam eləyəcək 1. 3'də 1 çıxılsın 0 yazsam mənfi 2'nin kubu mənfi 8 yəni mənfi 3'də 8 toplayırıq 3'də 8. Cavab elədi 3'də 9 yəni 3. Cavab elədi 3. 76 eynidir 77. Asan sualdı 77. X vurulsun x üstü 2'də 1 yazırıq. X üstü 1 tam 2'də 1 yəni 2'də 3. Sonra integrallayırıq. Xassəni bilirsiniz yerinə gətirib yazırıq. 78'ə baxaq. Olarsa deyir bunu hesablayın. Deməli şagirdlər verib ki 2'dən 5'ə fx dx'in qiyməti 10'dur. Fx dx'in qiyməti 10'dur. Buranı parçaladım. İntegral 2'dən 5'ə fx dx üzərinə gəl. Bax bu 1'in də integralı belə yazaq da 2'dən 5'ə
1 dx parçaladıq bunu. Bərabərdir. Bunun qiyməti var yuxarıda 10'dur. 10 üstə gəl. 1'in integralı da x-dir. 2'dən 5'ə bunu hesablayırıq. 10 üstə gəl. 5 çıx 2. Bu da elədi 3. Yəni cavabımız oldu burada 13. 79-cu suala baxaq. 79. İntegral 1'dən 2'yə 4x üstü 3,5 bölünsün x üstü 0,5 deməkdir. Bu da 2'də 1. Bölərkən əsaslar eynidir, qüvvət üslər çıxılır. 4x kubu qaldı. Bunun integralı. Bu da x üstü 4'dür, bilirsiniz. 1'dən 2 hesablayırıq. 16 çıx 1 cavabımız elədi 15. Testin cavabı 15. 80-ci suala baxıram. Sual 80. İntegralım mənfi pi bölü 2'dən 0'a qədər 1 çıx kosinüs kvadratı x şagirdlər kök altında eləyəcəkmi? Sinus kvadratı x. Sinus kvadratı x. Çünki müxtəsər, daha doğrusu trigonometriyanın birinci eyniliyinə görə sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa 1 idi. 1 çıx kosinus kvadratı sinus kvadratı qaldı. Bu da düşür modula. Modulda sinus x formasında oldu. İndi bunu integrallamaq lazımdır şagirdlər. İndi bu modula baxırıq. Deməli 0 ilə bu mənfi pi bölü 2 aralığında görək sinus necədir? Bura pi bölü 2 idi. Bilirsiniz, bura mənfi pi bölü 2 idi. Burada 0. Deməli, fikir verin. Bu aralıqdan, yəni 0 və mənfi pi bölü 2 aralığından istənilən bir qiyməti qoysaq, sinus necə olacaq? Mənfi. Tək funksiya olduğu üçün mənfi keçir qabağa. Ona görə də sinus modulda mənfi olmaz deyə, yəni moduldan çıxan ədəd, çıxan ifadə mənfi olmasın deyə qarşıya bir dənə mənfi atırdıq. Oldu mənfi pi bölü 2'dən 0'a qədər mənfi sinus x formasında mənfini atın qabağa dx bərabərdir. İndi sinusun integralı mənfi kosinus x idi. Qarşı deyil mənfi ilə toqquşlu oldu. Müsbət kosinus x integral sərhədlər 0'dan mənfi pi bölü 2'yə qədər. Kosinus 0'da 1 alır, 1 çıxılsın. Kosinus mənfi pi bölü 2'də 0 alır, 1 çıx 0 cavabımız oldu 1. Yəni bu integralın cavabı oldu 1. 82-ci sual. Daha doğrusu 80-ci sualın cavabı idi 1. 81. Eyni sualda özünüz işləyə bilər. Şagirdlər 82'yə baxıram. 82. İntegral. Bu cəmi görürsünüz buradakı. Bunu mən parçalayıram. 1'dən biraz solğun düşüb o hissə 2'dir deyəsən. 2'dir. 2'yə x kubu dx üstə gəl. İntegral 1'dən 2'yə fx dx bərabərdir 5. Şagirdlər bunun integralı bilirik ki x üstü 4 bölünsün 4'dür. Üzərinə gəl. Bunun integralı da olduğu kimi qalsın. Yəni integral 1'dən 2'yə fx dx bərabərdir 5. Yerinə 2 yazsam 2 üstü 4 16 4'ə də böldüm. Elədi 4. 4. Yəni 1'dən 2'yə bunu hesablayıram. 4 çıxılsın 4'də 1. Üstə gəl. İntegral 1'dən 2'yə fx dx bərabərdir 5. Buradan da belə deyək də 1'dən 2'yə fx dx bərabərdir 5 çıxılsın 4 üstə gəl 4'də 1. Buradan alınır 1 üstə gəl 4'də 1, yəni 1 tam 4'də 1, o da 4'də 5 edir. Bizdən isə bunu soruşur. Bu 4 qarşıya keçsə 4 vurulsun həmin ifadə bizdə onun yerinə, yəni integral, baxın bu var ha. 1'dən 2 fx dx-i biz 4'də 5 tapdıq. Gətirib 4'də 5 yazsam ixtisar gedir, qalır 5.
Testin cavabı oldu 5. 83'e baxıram. Şagirdlər 83-də deyir ki, -2-dən -1-ə f, daha doğrusu f yox, modulda x üstə gəl modulda x çıx 3 dx. Bunu hesablayın. Baxın, -1 ilə -2 aralığında bu modula gətirib qiymət verib yoxlasaq, görürük ki, modul mənfi olur. Modulda mənfi olmasın deyə, yəni moduldan çıxan ədəd, qarşıya bir dənə mənfi atırıq. Oldu -x. Burada gətirib yoxlasaq, məsələn, -1,5 yazsam, yenə də mənfi edir. Moduldan mənfi çıxmaz. Qarşıya bir dənə mənfi atırıq və yerlər dəyişilir. Oldu bu şəkildə dx bərabərdir. İntegral -2-dən 1-ə alındı bu belə. 3 minus 2x dx. İndi integrallaya bilərik. 3x minus x kvadratıdır. -2-dən -1-ə bərabərdir. -1 yazsam -3 minus 1 çıxılsın -2 yazsam -6 minus 2 kvadratı 4. Bu elədir. -4 plus 10. Cavabımız elədi 6. 83-cü sual. 84 eyni sual şagirdlər. 85-ə baxıram. Olarsa deyir bunu hesablayın. Şagirdlər buradan baxın. 2 qarşıya keçsə burada bu 2. 8'i 2'ye bölüb buradan 4'ü aldıq bunun cavabını. Bu da -2 verilib zaten. Bunu da ayrı-ayrı integrallar daxilində yazsaq, 7 qabağa keçər. 7 4'ə vuruldu. Alındı 28. Bax bu 7 qabağa keçsə, adam B'ye fx alınır. Biz fx'i burada 4 tapdıq. 7 və 4 28. Ortada çıxma var. Çıxılsın. 3 qabağa keçir burada. Bunun yerinə də -2 veriblər. Baxın, -2 verilibdir. 3'ü də -2'ye vursaq müsbət 6. Cavabımız 34 edər. 86'da eyni sualdır. Gətirib yerinə yazırsınız sadəcə. 21 çıxılsın. Müsbət. Bu 4 var. Bu 4'də diqqət. Yəni istəyirsiniz bunu da yazaq. Biraz çətin gələ bilər. Fikir verin. Bu 3'ü qabağa keçirsəm, tutaq ki, burada 3 yoxdur. Bunun qiyməti 7'dir verilib. 3 dəfə 7, 21 çıxılsın. Bu 4'ü görürsünüz. Bu 4, bu 4'ü buradan sildik. Keçirdik qabağa. -6'nı 4'ə bölüb burada -1,5 aldıq. Yəni integralları parçaladığımız zaman bu 8 qabağa keçirdi. Bax, qabağa keçir. Amma 8'i jx dx'in yerinə -1,5 tapdım. -8'ə vuranda elədi müsbət 12. Cavabım elədi burada da 33. 87-ci suala baxıram. Deyir ki, integralını hesablayın şagirdlər. Bunu belə yazaq da. Sadələşdirmək lazımdır əvvəlcə. Pi böl 6'dan pi böl 2'ye qədər. Bunu yazaq səmərəli şəkildə necə? Bunu belə yazaq da. 1 üstə gəl sinus 2 alfa 2 sinus x kosinus x üstə gəl. Cos 2 deməli kosinus 2x yaza bilərəm. Kosinus kvadratı x minus sinus kvadratı x formasında. Bu 1'i də parçalasaydım əgər, bax bu 1'i parçalasaydım, sinus kvadratı üstə gəl kosinus kvadratı kimi, yəqin ki, oradan nəsə verər bizə. Bu 1'in yerinə yazıram sinus kvadratı x üstə gəl kosinus kvadratı x. Sinus kvadratlarımız, baxın, bunlar gedirdi. Qalır nə? İntegral daxilində 2 kosinus kvadratı x üstə gəl 2 sinus x kosinus x. Aşağıda da sinus x üstə gəl kosinus x. Sərhədləri yazmadım bir də. Alındı. Aşağıda sinus x üstə gəl kosinus x. Yuxarıdan 2 kosinusu çıxartsam qalar kosinus x plus sinus x. Bunlar getdi. Qaldı integral 2 kosinus. Bu 2'ni də göndərək qabağa. Kosinus
x dx formasında sərhədlərimi yazıram. Pi böl 6-dan deməli pi böl 2-yə qədər. Kosinus x-in integralı bilirik ki, müsbət sinus x-dir. 2 sinus x aldım. Sərhədlər pi böl 6-dan pi böl 2-yə. Pi böl 2 90-dır. Sinus 90-da aldıq. 1 elədi 2 minus 2 vurulsun sinus pi böl 6. Bilirsiniz ki 30 dərəcədir. 2-də 1 eləyir. 2 çıx 1 cavabım qaldı 1. 87. 88 də eyni cür açılacaq dərs şagirdlər. Yəni, eyni üsuldur. 89-a baxıram. 89. Bərabərliyindən anı tapın. Bərabərliyindən anı tapın. Şagirdlər bunu bir integral daxilində yazaq. Çünki sərhədlər də eynidir. Diqqətlə baxsaz, bu ikisinin cəmi 1 eləyir. Qalır 2x plus 1 dx bərabərdir a kvadratı. İntegralını tapsam 2x-in integralı x kvadratı. Çünki x kvadratından törəmə aldığımız zaman 2x edir. Üstəgəl x 5-dən aya bərabərdir a kvadratı. Yerinə a yazsam a kvadratı plus a. 5 yazsam 25, bu da 5, 30. Çıx 30, çıx a kvadratı. Bərabərdir 0. A kvadratları gedər. A bərabərdir 30 alarıq. Cavabımız 30. 90-cı suala baxıram şagirdlər. İşləyin, anı tapın. Deməli, qaydaya görə 1 bölünsün sinus kvadratı x dx bilirik ki, mənfi kotangens x plus s idi. Onda 1 böl sinus kvadratı 3x da mənfi kotangens 3x-dır. Lakin 1 bölünsün k, yəni 1 böl 3 qarşıya keçir. Diqqətli oluruq. Bayaqki izahlarda demişəm onu. 3-də 1 qabağa keçir. Kotangensdir bu şagirdlər. Sərhədlərim neçədən neçəyədir? Pi böl 12-dən pi böl 6-ya. Bərabərdir a minus 1/3-də 2. Bunu yerinə yazıram. Alındı belə bir şey. Mənfi 3-də 1 mötərizədə. Yerinə yazsam pi böl 2 qalır. Kotangens. Deməli pi böl 2 çıxılsın. Kotangens pi böl 4. Bərabərdir a çıx 3-də 2. Mənfi 3-də 1. Kotangens 90. 0'dır bilirik. Çünki kosinus 90 böl sinus 90 olur. Kotangens 45 də bilirsiniz 1'dir. Bərabərdir a çıx 3'də 2. Şagirdlər 0'dan 1 çıxanda mənfi 1 vuranda 3'də 1 edər. 3'də 1 bərabərdir a çıx 3'də 2. Buradan da a eləyər 3'də 3. Yəni 1. Cavabımız oldu burada 1. 91-ci sual. Eyni integral daxilində yazıram şagirdlər bunu. Sərhədlər eynidir. 2 sinus kvadratı x üstəgəl 1 üstəgəl kosinus 2x və dx. Bunu sadələşdirmə aparıram əvvəlcə. 1 sinus kvadrat üstəgəl kosinus kvadratı olduğu üçün 3 sinus kvadratı x üstəgəl kosinus kvadratı yazıram bunu. Və bu 1'in yerinə, trigonometriyanın birinci eyniliğini gətirib yazdım, topladım. Kosinus kvadratı x da, daha doğrusu kosinus 2x isə kosinus kvadratı x minus sinus kvadratı x'dir. Buradan 2 dənədən 3 dənədən birini çıxdım, qaldı 2 sinus kvadratı x üstəgəl 2 kosinus kvadratı x. Bu da şagirdlər bilirsiniz ki 2 eləyəcək. Yəni integral 1-dən 4-ə 2 dx oldu. Bunun integralı 2x-dir. 1-dən 4-ə hesablayırıq. 8 çıx 2. Cavabım elə də 6. Yəni bu testin cavabı 6.
Şagirdlər hər hansı bir texniki hesab, mexaniki səhv etsək, video zamanı səhv etsəm nəzərə alarsınız. Yəni bəzən diqqətdən qaçır. 92-yə baxıram. İntegral 3pi/2-dən 2piyə modulda kosinus x minus sinus x dx. Deyir, bunu işləyin. Deməli, baxırıq ki, 2pi ilə 3pi/2 aralığına, yəni 4-cü rübə. Çünki deməli 270-360 aralığına baxırıq. 4-cü rübdə kosinus müsbətdir, moduldan olduğu kimi çıxır. Müsbət formada çıxır. Olur belə kosinus x minus sinus x. İntegral, sərhədlərini yazmıram. Dx formasında integrallayırıq. Kosinus integralı müsbət sinus x-dir. Sinus integralı mənfi kosinus x-dir. İxtisar getdi, burada mənfilər müsbət oldu. Sərhədlərim deməli 3pi/2-dən, yəni buna 270, buna da 360 yazıram. Bərabərdir. Sinus 360-da 0 alır. Kosinus 360-da 1 alır, çıx. Sinus 270-də -1 alır. Kosinus isə 0 alır. Bu da toplandı elədik. Yəni testin cavabı 2. 93 eynidir. 94-ə baxaq. Deməli, şagirdlər 94 nömrəli sual. İntegral daxilində belə bir ifadədir. 1 bölünsün. Sinus kvadratı x vur kosinus kvadratı x. Deməli, mən bunu nə edirəm? Diqqətlə baxsaz, 4-ə vurub 4-ə bölürəm. Çünki 4-ə vurub 4-ə niyə bölürəm? Burada 4 qaldı. Burada qaldı 2 sinus x kosinus x, bir də 2 sinus x kosinus x. Bu bilirik ki, sinus 2 alfa deməkdir, yəni sinus 2x deməkdir. Bu da sinus 2x deməkdir. Qaldı nə? Sinus kvadratı 2x, yuxarıda da 4. İntegral da verilib pi/4-dən 3pi bölünsün 8-ə qədər. Qaydaya görə bu 4 qarşıya keçə bilər. Burada 1 qalar dx. 1 böl sinus kvadratı x bilirik ki, kotangens deməkdir. Kotangens deməkdir. Diqqətli oluruq. Yəni, bunu demək istəyirəm. 1 böl sinus kvadratı x dx mənfi kotangens x plus c idi. Ona görə də bunu da elə yazıram. 4 vurulsun mənfi kotangens 2x. Bir də 2 də 1-ə vurulur. Bundan ixtisar getdi, qaldı burada 2. Sərhədlərim bu mənfiləri ataq. Bu 2-ni bura yazaq. Mənfiləri ataq. 3pi/8-dən pi/4. İndi yerinə yazıram. -2 böyük mütərcə çəkək. Kotangens deməli 2 ilə 8 ixtisar getsə 3pi/4, yəni 135 dərəcə çıxılsın. Kotangens 2 vur pi/4 pi/2, yəni bu da 90 dərəcə. Bərabərdir. -2 vurulsun. Kotangens 135 -1'dir. Kotangens 90 0'dır. Cavabım elədi müsbət 2. Yəni bu testin cavabı da 2'dir. 95-ci sual. 95-ci suala uyğun əvvəlki testlərdə biraz danışmışdım əslində tək cüt haqqında. Biraz da deyək. Baxın, f cüt funksiyadır. Yadda saxlayırıq ki, cüt funksiya və tək funksiyaya diqqət. Baxın, əgər dedim ki, fx funksiyası cütdürsə, fx dx buraya yazıram cütdürsə. Yəni söhbət fx funksiyasından gedir. Əgər sərhədlər simetrikdirsə, yəni -5 müsbət 5, -4 müsbət 4 simetrikdirsə, bu ifadə bərabərdir. Sahə olaraq desək 2-yə bərabərdir. Yəni integral yaza bilərik ki, -a-dan 0-a bərabərdir. Buradan qoyaq. 2 dənə f
x dx-a. Və yaxud bərabərdir 2 dənə integral sıfırdan müsbət a-ya f(x) dx-a. Diqqətli oluruq, bu bunun xassəsidir. Tək funksiyadırsa əgər, əslində bu qeyri-adi bir şey deyil. Hesabladığımız zaman sadəcə gəlir buna çıxır. Əgər simmetrik sərhəd daxilində mənfi a-dan a-ya jx dx bərabərdir yazmışıq. İşarə qoyum. Əgər jx funksiyası təkdirsə, söhbət jx-dan gedir. Simmetrik sərhəd daxilində tək jx funksiyası bərabərdir hər zaman 0. Yəni hesablasaq 0 alınacaq. 95-ci sualda da deyir ki, fx tək bu cütdür. Olarsa bunu hesablayın. Buradan integralı ayırıram. Mənfi 1-dən 1-ə 2fx. Bu 2-ni keçirin bura. 2fx dx üstə gəl integral mənfi 1-dən 1-ə. Bu 3-ü keçirin qarşıya jx dx formasında. Dedik ki, jx təkdir deyir. Təkdirsə, elə bunun yerinə 0 yazın keçsin. Fx 0-dan 1-ə baxın. 0-dan 1-ə neçə verilib? 10 verilib. Amma bizə mənfi 1-dən 1-ə soruşur. Deməli, biz bu mənfi 1-dən 1-ə bu düstura görə baxın 2-yə vurulmalıdır. Qaydaya fikir verin, yazmışam. 0-dan a-ya 2 qatı olur onun. Yəni 0-dan 1-ə artıq 10-dursa mənfi 1-dən 1-ə 20 deməkdir. Yəni 2-ni burada vurmalıyam artıq mən 20-yə. Cavabım elədir, bu da 40. Bir də təkrar edirəm. Mənfi 1-dən 1-ə demir. Yəni demək istədiyim odur ki, integral mənfi 1-dən 0-a 2 vurulsun. Fx dx bərabərdir və yaxud 0-dan 1-ə 2 misli də var burada 2. Biraz səliqəsiz oldu. 0-dan 1-ə fx dx o da bərabərdir şagirdlər. Mənfi 1-dən 1-ə fx dx. Baxın, diqqətli olun. Bu xassəyə görə yazdıq bunu. Elədi 20, 40. 96-cı suala baxıram. Sual 96. 1 saat 22 dəqiqə olub. Videomuz nə qədər qalıb baxaq. Qədər qalıb 102 dənədir. Olar. 96. Qrafiki verilmiş fx funksiyası üçün olarsa bunu hesablayın. Deməli, burada diqqətlə baxın, integral və törəmə var. Biz demişdik ki, əslində bunun kanalımda da izahı var. İntegral dərsində, qeyri-müəyyən integral dərsinin izahında qeyd etmişdim. Qeyri-müəyyən integralın xassələri var. O xassələr hansılar idi? Dedik ki, integral fx dx. Bunun törəməsi integral, baxın, diqqətlə baxın, integral fx dx-in törəməsi. Törəmə ilə integral bir-birini aparır, fx funksiyası qalır. Və yaxud d integral fx dx. Diferensial, bu da integral. Yenə də bir-birini aparır, fx funksiyası qalır. Bu bunun xassəsi idi. Burada da törəmə ilə integral bir-birini apardı. Fx funksiyası qaldı. Sərhədləri mənfi 4-dən 0-adır. Üzərinə gəl. Yenə də bir-birini apardı. Qaldı fx funksiyası. Sərhədləri mənfi 2-dən 5-ədir. Qaydaya görə bu olmalıdır. F0 çıx. F mənfi 4. Şagirdlər. Bunu hesablayaq əvvəlcə. Alınan cavabı toplayacağıq. Baxın, bu alınan cavabı toplamaq lazımdır. F5 çıxılsın. Daha doğrusu çıxılsın F mənfi 2. Bu ikisini tapıb toplamaq lazımdır. İndi diqqətlə baxaq. F0-da neçə alır? Bu funksiyanın qrafikinə görə F0-da neçə alır? X-in 0 qiymətində Y-imiz baxaq neçə alıb? Qrafikə diqqətlə baxın. X-in 0 qiymətində Y-im neçə alıb?
2 alıb. Çünki y oxu üzərində olan nöqtənin x-i 0 olurdu. 2 çıxılsın f mənfi 4-də. Yəni x-in mənfi 4 qiymətində y neçə alır? X-da varsa y-i 0-da artıq. F5 5 qiymətində görürsünüz 6 alıb. Çıx f mənfi 2-də neçə alıb? Mənfi 2 qiymətində x-in qrafikdən də göründüyü kimi 4 alıb. Bu da eləyəcək 2 çıx 0 2 6 çıx 4 2 2 üstəgəl 2 testin cavabı 4. Davam edirəm 97-ci sualla. 97. İntegralını deyir hesablayın. Hesablayın. Hə. Baxın, bunun integralını tapıram. Biz öyrənmişdik ki, fx dx funksiyasının integralı fx plus c-dir. Buna əsasən yazıram ki, fx-in integralı 2-dən 8-ə sərhəd daxilində olur. f8 çıxılsın f2. İndi bunun integralına baxıram. Bunun integralı da f nədir? 3x minus 7-dir. Sərhədlərim 3-dən 5-ədir. Yerinə yazsam f və üzr istəyirəm və burada 3-də 1 də qabağa keçməlidir. Niyə? Çünki integral f kx plus b-nin integralını tapan zaman demişdik ki, bu 1 böl k və f kx plus b formasında olurdu. Və bu 3-də 1 də keçməli idi qabağa. Bu düstura görə bərabərdir 3-də 1 olur nə? 5 qoysam 3-də 5 15 çıxdım f8. 3 qoysaq eləyir f2. Biz onun qiymətini yuxarıda tapmışıq. Daha doğrusu vermişdilər bizə 36-dır deyə. 36-nın da 3-dən 1-i. Üzürlü sayın hara getdi, girdi. Deməli 3-də 1 vurulsun 36. Bu da eləyir 12. Cavabımız oldu şagirdlər 12. 98-ci suala da baxıram. 98. Deyir ki, fx funksiyası cütdür. Olarsa bunun integralını hesablayın. Deməli şagirdlər, diqqətlə baxsaq, mənfi 4-dən 4-ə dedik ki, fx dx bərabərdir 16 verilibsə, onda biz bilməliyik ki, integral 2 deməli mənfi 4-dən 0-a fx dx bərabərdir 2 0-dan 4-ə fx dx. Bunlar hamısı bir-birinə bərabərdir. Yəni bunun da cavabı neçədir? 16-dır. Diqqətli olursunuz. Dedik ki, simmetrik sərhədli cüt funksiyanın xassəsi budur. Bax, diqqətli olun. Simmetrik sərhədli cüt funksiyanın tək funksiya olsaydı 0 olasıydı, aydın məsələdir. İndi buradan ikinci tərəfin 98-ə baxırıq. Bunu qaldıraq yuxarı. Buradan buna baxıram. Bunun integralını tapıram. Deməli belə. Bunu soruşur. Baxın, bunu soruşur. Diqqətli olaq. 4x minus 8 deyil. dx. Bunun integralı bilirik ki, 1 böl k qarşıya keçir. 1 böl 4 f nə? 4x çıxılsın 8. Sərhədlər də 2-dən 3-ədir. Gətirib yerinə yazsam 4-də 1 f 3 yazsam 12, 8 çıxanda da 4 çıxılsın 2 yazsam 0. Yəni f0. F0. Bax, diqqətli olun. İndi mən də burada görürsünüz ki, bir dənə bu hissəyə baxın, qırmızı ilə göstərirəm. Bu hissəyə baxın. Bunun cavabını tapmışam əslində. Həmçinin
Bunun cavabını da tapmışam. Bunu da göy rənglə işarə eləyək. Baxın, bunun da cavabını tapmışam xassəyə görə. 16-nı 2-yə bölsək 8 alınır. Gətirib yerinə 8 yazıram. Baxın, burada 8 yazıram. Yəni 4də 1-i artıq 8-ə vururam. Cavabım da elədi 2. Testin cavabı oldu 2. 99-cu sual. Sual 99. İntegral sıfırdan pi'ye 1 bölünsün 1 üstəgəl kosinus x bölü 2 dx. Deməli şagirdlər, bu hissəyə baxacağıq. Bu hissə dərəcə azaltma düsturundan istifadə ediblər. Yəni üstəgəl olduğu üçün diqqətlə baxsaq kosinus kvadratı x bölü 4. Bunun dərəcəsini azaltsam 1 üstəgəl kosinus x bölü 2 oldu. Bölünsün 2. Çarpaz vursam 2 kosinus kvadratı x bölü 4 bərabərdir 1 üstəgəl kosinus x bölü 2'yə. İndi gətirib yerinə yazsam, baxın bunun yerinə gətirib burada bu ifadəni yazıram. Olur integral sıfırdan pi'ye 1 bölünsün. Bu 1 bölü 2'ni qabağa attım. 2'də 1 kosinus kvadratı x bölü 4 dx. Bunu işləmək lazımdır. Bilirdik ki biz integral 1 bölü kosinus kvadratı x dx bərabər idi tangens x plus c. Qaydaydı bu. Bunu pozaq. Ona görə də bu olur belə. 2'də 1 tangens x bölü 4. Lakin qaydaya görə bu 4'də 1 də qarşıya bölünməli idi. Qaydanı bilirik təbii ki biz. İntegral f kx plus b dx düsturuna görə bu zaman 1 bölü k şəklində olurdu. Yəni k'ya bölürük. K da bizdə burada 4'də 1'dir. Çünki mən bunu 4'də 1 x-də yaza bilərəm. Yəni bunu 4'də 1'ə bölürəm. O deməkdir ki 4'ə vururam. Alındı belə. 2 tangens x bölü 4. Sərhədlər də sıfırdan pi'yədir. Pi yazsam pi bölü 4 2 eləyir. 0 yazsam 0 eləyir. Cavabım elədi 2. Bu testin cavabı. Növbəti 100-cü suala baxıram. Uyğunluqdur şagirdlər. Uyğunluğu müəyyən edin deyir. Belə eləyək də həllini buradan yazaq. İntegral 2x'in integral x kvadratıdır. A'dan b'ye bərabərdir m'ə. Bu eləyir b kvadratı minus a kvadratı. Bu da hansıdır? 1'ə c verilib. 1x dx'in integralı bilirik ki nədir? X'dir. Bu da A'dan b'yədir. Bu da olur nə? B çıxa. Yəni y'dir 2'də. 3x kvadratı da x kubu olduğu üçün A'dan b'ye b kubu minus a kubudur. Bu da A variantında var. Sonra bu eynisidir 101 baxa bilərsiniz özünüz. 102-ci suala baxıram. 102-ci sualda bu aralığında integrallanan funksiyaları üçün şərtlər verilib. Birinci şərt odur ki f(x) təkdir, gx isə cütdür. Yəni integral mənfi A'dan A'ya f(x) dx bərabərdir 0 deməkdir. Mənfi A'dan A'ya gx dx bərabərdir. Mənfi A'dan 0'a cüt funksiya olduğu üçün gx dx, daha doğrusu bura 2 yazmalıyam, bərabərdir 2 dənə 0'dan A'ya gx dx. Bu bunun xassəsi idi. İndi baxaq görək birinci şərti hansı ödəyir? Birinci şərti hansı ödəyir? Birinci şərti A variantına baxıram. Əgər integralı parçalasaydım burada, yəni ayrı-ayrı integrallara salsaydıq, fx
Sıfırdan aya qalmamalıdır. Niyə qalmamalı? Çünki tək funksiyadır, sıfır olmalı. Deməli A variantı deyil, baxmırıq. B variantına baxsam, yenə də burada fx-i saxlayıblar, olmaz. Fx tək olduğu zaman simmetrik sərhəd də sıfıra bərabərdir birinci şərtə görə. C ola bilərmi baxaq. Deməli bu sıfıra gedibdir. Bəli, baxın. Elə hansıdır? Baxın bu şərtdir. Fikir verin. Baxın bu şərtdir. Yəni 1-ə C variantı uyğun gəldi. Başqa ola bilərmi? Başqa ola bilərmi? Fx yenə də gedir. Bəli, baxın. A-dan sıfıra. A-dan sıfıra. Bir dəqiqə diqqətli olaq. A-dan sıfıra, sıfırdan aya. Sıfırdan aya doğrudur. A-dan sıfıra doğrudur bəs. A-dan sıfıra. Bəli, A-dan sıfıra ona görə doğrudur ki, fikir verin. Bu sıfıra getdi, bildik. Sıfır çıxılsın, qaldı mı bu ifadə? J integral J x dx Jx dx və hardan? Mənfi A-dan A-ya bərabərdir yazıblar. Sıfırdan çıxdığımız zaman mənfi olur şagirdlər. 2 integral A-dan sıfıra J x dx formasında. Simmetrik sərhəd daxilindədir. Jx cüt funksiya idi. Yəni bu doğrudur. Lakin fikir verin, A-dan sıfıra yazıblar. Lakin sıfırdan aya olmalıdır və ya mənfi A-dan, bura nə yazmışam? Sıfır yazmalıyam. Mənfi A-dan sıfıra və ya sıfırdan aya olmalıdır. Amma baxın, fikir verin, A-dan sıfıra yazıblar. Yəni yerlər dəyişik. Ona görə dəyişikdir ki, sıfırdan çıxanda mənfi eləyir. Bu mənfini sərhəd daxilində dəyişirik. Başa düşdünüzsə bu hissəni. Əgər integral mənfidirsə, hər tərəfini mənfiyə vurduğunuz zaman müsbət formada qalırsa, sərhədlər dəyişə bilər. Diqqətli olursunuz. Baxın, diqqətli olursunuz. Yəni burada bu hissəyə fikir verin. Biraz bu hissə qarışıq oldu. İntegral mənfi A-dan A-ya oldu Jx ya da bunu belə yazaq da istəsəz. Baxın, orada olduğu kimi yazaq. A-dan sıfıra dx bərabərdir sıfırdan aya jx dx. Diqqətlə fikir verin. Bunlar bir-birinə bərabərdir. Burada 2 yazaq, burada 2 yazaq, bir-birinə bərabərdir. Əgər mənfiyə vururamsa hər tərəfini, sərhədlər yerini dəyişir. Yəni sərhədlər yerini dəyişdiyi zaman, mənfiyə vuranda sərhədlər yerini dəyişdiyi zaman müsbət formada saxlayırıq və bir-birinə bərabərdir deməkdir. Diqqətli olursunuz, o xassəni biraz CD uyğundur artıq. İkinciyə baxıram. Fx cütdür deyir. Fx cütdür. Bu dəfə integral mənfi A-dan A-ya fx dx bərabərdir 2 integral mənfi A-dan sıfıra fx dx bərabərdir 2 sıfırdan A-ya fx dx. Tək funksiyada da bilirik ki, sıfırdır, yəni integral mənfi A-dan A-ya jx deyir ki, bu təkdir. Onda bunun cavabı sıfırdır. Yəni yerinə istənilən funksiyanı qoyub tək funksiyadan söhbət gedir. Yoxlasaz görəcəksiniz, cavab sıfıra çevrilir. Çünki tək funksiyanın qrafiki simmetrik, koordinat başlanğıcı nəzərən simmetrik idi. Sahə aşağıda mənfi olduğu üçün bir-birini aparır. İndi buna uyğun bənd hansıdır baxaq. Fx cütdür. Jx tək. Jx olmamalıdır. Bu olmaz. Jx var burada. B bəndi ola bilər deyəsən. B bəndini yoxlayaq. Bəli, tamamilə doğrudur. Baxın, biz B bəndini yazmışıq. Sıfırdan A-ya J getdi zaten. 1-ə deməli 2-yə oldu B variantı. Bir də bu olmaz. Bu olmaz. Bir də bu. Sıfırdan A-ya 2fx. Bu eyni variantdır mı? Bir dənə baxaq. Sıfırdan A-ya, sıfırdan A-ya. Bəli, burada da olmaz. Deməli, bir də Y də uyğundur buna. O zaman 3-ə yeganə nə qaldı? Yeganə qaldı A variantı.
heç biri getməyəcək, çünki fx və gx cüt funksiyadır. Cüt funksiyadırsa sıfırdan aya integralı parçalasaq burada o da sıfırdan aya olmuş olur və bu yazdığımız bu xassələr ödənir. Vəssalam əziz şagirdlər, bütün sualların izahlarını verdim. Hər birinizə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşmək ümidi ilə. Sağ olun.